Uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il prezident administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı tədbiri seçilib. Onun itham olunduğu maddələr xüsusilə ağır cinayətlər sayılır. Belə ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274, dövlətə xəyanət, 278, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama və 193-1-ci cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin legallaşdırılması maddələri ilə itham edilir. Cinayəti sübuta yetiriləcəyi halda Ramiz Mehdiyevin əmlakının müsadirə edilməsi də baş verə bilər. Çünki itham olunduğu 193-1.3.2-ci maddə əmlakın müsadirəsini də nəzərdə tutur. Ramiz Mehdiyevin həbsi Azərbaycanın siyasi segmentində tektonik zonaların yerindən oynayacağının xəbərçisidir. 1994-cü ildən 2019-cu ilə qədər əsrin 1/4 olan 25 il ərzində daxili siyasətin və idarə etmənin əsas fiquru rolunda çıxış edən və kifayət qədər güclü təsir mexanizmlərinə malik olan Mehdiyevi təsadüfən boz kardinal adlandırmırdılar. Siyasi şərhçi Asif Nərmanlının fikrincə, belə bir fiqurun həbs edilməsi dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə görə itham olunmasının dəqiq detalları istintaqın yekununda aydınlaşacaq. Lakin ictimai maraq açıq qalan sualların cavab axtarışını zəruri edir. Mehdiyev niyə indi həbs olundu? Bu həbs nədən xəbər verir? Daha kimlər həbs oluna bilər? Bu həbs ilk baxışda Mehdiyevin neytrallaşdırılması kimi görünür. Hərçənd boz kardinal 6 il öncə siyasi hakimiyyətə vida edib. Məsələ onun hələ də qalan təsir mexanizmlərinin sıradan çıxarılması olsaydı, daha öncə baş verə bilərdi. Bu halda bir versiya önə çıxır. Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin ələ keçirilməsi istiqamətində fəaliyyət aşkarlanıb. Onun dövlət hakimiyyətinə təhdid yaratmaq imkanları mövcud idi. Siyasi hakimiyyətdə təmsil olunduğu dövrdə geniş şəbəkə formalaşdırmışdı. Hətta dövlətin mühüm strukturlarında təsir imkanlarının olduğu haqda məlumatlar vardı. Açıq mənbələrdə yayılan digər məlumatlara görə Amiyanın prezidenti olduğu dövrdə elm ocağını komandasının koordinasiya mərkəzinə çeviribmiş və onun postundan getdikdən sonra hakimiyyəti ələ keçirmək cəhdlərinin olacağına dair gözlənti həmişə mövcud olub. Mehdiyevin dövlətə qarşı ələ keçirmə əməlinə indi cəhd etməsinin arxasında iki mümkün versiya var. Birincisi, köhnə qvardiyanın mövqelərinə ciddi təhdidin yaranması ola bilər. Mehdiyev postundan getsə də, onun və rəhbərlik etdiyi şəbəkənin həm hakimiyyətdə, həm də biznes sektorunda mövqeləri hələ də qalmışdı. İstisna deyil ki, mövqelərinin tamamilə sıradan çıxması risklərinə qarşı hərəkətə keçiblər. İkincisi, geosiyasi mübarizənin regiona təsiri, dəyişən şərtlər və bunun Azərbaycan daxilindən sirayəti ola bilər. Bakı-İrəvan xəttində sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər, bu prosesdə Vaşinqtonun iştirakı, xüsusilə ABŞ-nin Zəngəzur dəhlizinə gəlişi regionda geosiyasi qarşıdurmanı kəskinləşdirdi. Rusiya zəifləyən mövqelərini bərpa etmək cəhdlərini sürətləndirir. Əsas taktikası da Azərbaycan və Ermənistanda hakimiyyət və hakimiyyətə qarşı olan qüvvələrlə paralel şəkildə işləməkdir. Bu, Ermənistanda daha qabarıq görünür. Paşinyan hakimiyyəti ilə təmasları artıran Moskva oponentlərinə də ciddi dəstək verir. Azərbaycanla bağlı yanaşmada fərqlər var. Rəsmi Bakı ilə münasibətləri normallaşdırmaq mərhələsinə keçirən Moskvanın təsir imkanları minimum səviyyədə olan siyasi müxalifətə dəstək verməsi, alternativ rıçaqlar əldə etmək üçün heç nə vəd etmir. Mümkündür ki, Azərbaycanda bu missiya 5-ci kolon adlandırılan şəbəkəyə həvalə olunub. Bu sadəcə ehtimaldır. Lakin Mehdiyevin Rusiyaya bağlılığı, hətta 5-ci kolona rəhbərlik etdiyi haqda məlumatlar açıq mənbələrdə dəfələrlə tirajlanıb. Və istisna edilməməlidir ki, Mehdiyevin ələ keçirmə cəhdi bu proseslər fonunda təhlükəsizlik orqanlarının diqqətinə düşüb. Mehdiyevin həbsi siyasi segmentdə tektonik zonaları yerindən oynada bilər. Çünki onun geniş şəbəkəni koordinasiya etdiyi deyilir və bəllidir ki, dövlət hakimiyyətini ələ keçirmə əməllərinə tək başına cəhd etməyib. Bu isə o deməkdir ki, Mehdiyev işi həbs dalğasının başlanğıcı ola bilər. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.